Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər, eyni zamanda ədəbiyyat imtahanına hazırlaşan hər kəs. Deməli, bugün biz sizinlə Məhəmməd Füzulinin Leyli və Məcnun əsərinin təhlilini edəcəyik. Burada ilk olaraq bilməli olduğumuz şey əsərin forma xüsusiyyətləridir. Yadda saxlayaq ki, əsərimiz poema janrındadır və eyni zamanda da qafiyə quruluşu da məsnəvi formasındadır. Məsnəvi forması necədir? Yəni A, B, C formasında qafiyələnir. Əruz vəznində həzəz bəhrindədir. Bunları biləndən sonra artıq əsərin biz təhlilinə keçə bilərik. Həm kitabda olan, həm də olmayan hissələrin təhlilinə baxacağıq. İlk olaraq bizdə dərsdə qarşımıza kitabın yazılma səbəbi çıxır. Müəllif qeyd edir ki, günlərin bir günündə bir neçə Rum zərifi mənim yanıma gəldilər və onlar məndən Leyli və Məcnun yazmağımı istədilər. Rum zərifləri deyəndə sonra onların xüsusiyyətlərini verir və bu xüsusiyyətlər də bizim üçün önəmlidir. Onlar necə insanlardır? Deyir, onlar hər işdə həqiqət axtaran insanlar idilər. Kimisi şeyxdən, kimisi Əhməddən, yəni Peyğəmbərimizdən kəlamlar, hədislər deyərdilər. Kimisi də Cəlilini, kimisi də Nizaminin də adı burada çəkilib, tərif eləyərdi. Onlar gəlib Füzuliyə deyirlər ki, ey Füzuli, ümumiyyətlə fars dilində və digər dillərdə Leyli və Məcnun yazanların sayı çoxdur. Sən gəl bizim ana dilində Leyli və Məcnun yaz, çünki bu dildə bu əsər yoxdur. Müəllif deyir ki, bunların bu təklifindən sonra mən bildim ki, əgər mən Leyli və Məcnun yazası olsam, mənim işim çətindir. Yəni səfərim çətin bir səfər olacaq. Çünki bu əsərin məzmunu, bax burada özü deyir ki, səfərim dərd ölkəsinə düşmüşdü. Çünki əsərin məzmunu qəm, dərd doludur. Özü bilirdi ki, Leyli və Məcnun qədim ərəb əfsanəsinə dayanır və orada ayrılıq var, kədər var, qəm var. Ona görə də fikirləşirdi ki, bu əsəri yazanda təbii ki, onun, necə deyərlər, yolu heç də rahat olmayacaq. Və burada ən önəmli məqam nədən ibarətdir? Burada müəllif qeyd edir ki, mən bu əsəri yazanda mənim yoldaşım, məsələn, kimlər olacaq? Birincisidir ki, zövq əhli mənim yoldaşım olmayacaq. Yəni, zövq əhlinə etibarım yoxdur. Bu testdə düşən məqamdır. Kim ki, dərddən anlayışı var, kim ki, qəmdən anlayışı var, çətini görüb, müəllif onları özünə yoldaş bilir. Sonra öz bəxtinə müraciət edir. Deyir ki, ey bəxt, sən vəfasız olma, bizimlə bir müddət bu yolda yoldaşlıq elə. Yəni, əsərin yazılma səbəbinin nədən ibarət oldu? Rum zəriflərindən xahiş eləməsindən, müəllif bu əsəri yazanda hansı hissləri keçirir? Təbii kədərlənir, bilir ki, işi çətindir. Kimlərə etibar eləmir? Zövq əhlinə etibar eləmir. Kim nəyə müraciət var? Bəxtə müraciət var. Bəxtə nə istəyir? Vəfasız olmamasını və ona yoldaşlıq etməsini. Bu kitabın yazılma səbəbidir. Sonra isə artıq əsər başlayır, bizim qarşımıza çıxır. Məcnun anadan olması və uşaqlığı. Bu arada PDF-i özüm sizin üçün belə yığmışam ki, rahat olsun. Mən məsləhət görərəm ki, kitabdan da oxuyasınız. Orada ifadələrin özünü də gözünüz görsün ki, testdə ifadənin özü verəndə siz o testi yaza biləsiniz. Amma belə qısa formada özüm izah edirəm ki, sizə daha aydın və anlaşılıqlı olsun. İkinci isə Məcnunun anadan olması və uşaqlığı hissəsidir. Baxın, burada hadisələri kim nəql edir? Hekayət bağçasının bağbanı. Və deyir ki, ərəb tayfası içərisində böyük və hörmətli bir şəxs var idi və o qəbilə başçısı idi. Bax, qəbilə başçısıdır Məcnunun atası. Məsələn, sizə testdə düşə bilər ki, məsələn, Məcnunun atası və yaxud da Leylinin atası kasıb təbəqənin nümayəndələri idilər. Bunlar təbii ki, olaraq yanlışdır. Məcnunun atası, məsələn, yüksək zümrəyə mənsub bir qəbilə başçısı idi. Və onun oğlu olmurdu deyə, bu adam çox fikir edirdi, Allaha çox dua edirdi və məsələn, onlar həmişə də insanlara ehsan paylarlar, ehtiyaclı ailələrə, məsələn, xəzinələr verərdilər və birdən-birə günlərin bir günündə Allah onların üzünə baxır və onların bir uşağı olur. Uşağın adını da, uşaq olandan sonra Qeys qoyurlar və orada bir bənzətmə var. Deyir ki, o uşaq ki, dünyaya gəlmişdi, o İsa Peyğəmbər kimi körpəlikdə kamil idi. Deməli, biz Qeysi kimə bənzədirik? Qeys deyən təbii ki, Məcnun nəzərdə tutulur. Qeysi müəllif İsa Peyğəmbərə bənzədir. Bu da testdə düşən məqamlardan biridir. İndi Məcnun dünyaya gələndən sonra burada bənzətmələrlə Məcnunun hal-əhvalı verilir. Deyir ki, o uşaq ki, dünyaya gəldi, öz halını bilib fəğanə düşdü. Yəni, başladı ağlamağa və axır gününü yadına salıb ağladı, fəryad elədi. Yəni, sanki uşaq bilirdi ki, bu dünyada onun başına hansı çətinliklər gələcək, onu nələr gözləyəcək, əvvəlcədən ağlamağa başlayırdı.
Və sanki elə bil ki, yəni bənzətməklə deyir ki, dünyaya deyir ki, ey cəfaçı dünya, bildim ki sənin qəmin çoxdur. Qəm çəkməyə başqa bir hərifi, yəni safı tapmamısan. Gəldim mən sənin necə deyirlər, qəm dostun olam. Gəl mən hərifi, yəni mən safı sınavdan keçir. Nəysə, yəni biz bilirik ki, artıq Məcnun dünyaya gələn kimi ağlayır, dərd, nalə çəkməyə başlayır. Daha sonra isə dayəsi onu qandan təmizləyir. Artıq yavaş-yavaş necə deyirlər, torpaqdan çıxardır və çimizdirir, quru göz yaşı ilə çimizdirir. Süd yerinə ciyər qanı verir. Təbii ki, bu bənzətmələrdir. Yəni Məcnunun necə deyirlər, nə qədər çətinlik görəcəyinə işarədir. Adını da Qeys qoyurlar, bunu az öncə dedik. Deməli, dayə başlayır uşağa baxmağa, amma uşağa nə qədər əzizlərsə də uşaq hey ağlamağa başlayır. Əllərlə bədənini didib, zar-zar ağlayırdı. Və günlərin bir gün çarə daha yoxdur da, Qeys həmişə ağlayır. Dayə Qeysin dərdinə çarə tapmaq üçün onu gəzdirməyə aparır. Yəni, dayə fikirləşir ki, Qeys üçün necə bir əlac tapa bilər, gedirlər gəzməyə. Və gəzməyə aparır. Bir evdə pəri kimi bir gözəl bu uşağı görüb qucağına alır. Yəni, bir pəri kimi bir gözəl qadın görürlər, bu uşağı görüb qucağına alır. Təbii ki, bu Leyli deyil, çünki Leyli Məcnundan eyni yaş aralığındadır. Başqa bir nəfərdən söhbət gedir. Məcnun necə ki, yəni Qeys o qadının qucağına gedir, ağlamağa kəsilir. Necə ki, qucağından alırlar, yenə başlayır ağlamağa. Bunu da görür dayə və görür ki, Qeys ona isinişib və ondan sonra isə Məcnun tərbiyəsinin ikisi məşğul olmağa başlayırlar və böyüyüb, doğun ay olur və 10 yaşına çatır. Burada nəyin şahid oldu? Adının Qeys qoymasının, doğulan kimi ağlamasının, ah-nalə etməsinin, sonra bir pərini görməsinin, yəni bir gözəl qadını görüb onun qucağına sakitləşməsinin və 10 yaşına çatmasının. Daha sonra isə biz gəlirik nəyə? Məcnunun Leylini məktəbdə görməsi hissəsinə. Burada müəllif qeyd edir ki, indi bunlar məktəbə gediblər. Məktəbdə situasiya necədir? Deməli, Leyli də məktəbə gedib, Məcnun da məktəbə gedib. Məktəbdə bir neçə mələk kimi qız ona yoldaş olmuşdu, yəni Leyli yoldaş olmuşdu. Bir otaqda şagirdlər yığışırdılar, bir sırada qızlar, bir sırada oğlanlar əyləşirdilər. Yəni, məsələn, bəzən deyirlər, qədimdə ərəblərdə qadın hüquqları tapdalanırdı və s. Bu belə deyil. Məsələn, müəllif özü qeyd edir ki, o vaxt təhsil sistemini burada görmüş oluruq. Yəni, bir məktəbin içində bir sırada qızlar, bir sırada oğlanlar əyləşirsə, deməli, həmin dövrdə qadınlar da təhsil alırdı. Deməli, sanki hurilərlə qılmanları bir yerə yığmışdılar. O qızların içində pəri kimi gözəl bir qız Qeysə aşiq oldu. Yəni, Leylidən söhbət edir. Leyli Qeysi görür və ona başlayır aşiq olmağa. Qız o qədər gözəl idi ki, ağıllı insanlar ona görəndə ağlını itirirdilər. Nəysə, Qeys də bunu görür, həlak olur, yəni vurulur Leyliyə və min şövqü ilə dərdə düşür. Elə olur ki, bunlar onu sevməyə başlayırlar. Bu hissədən sonra bizdə anasının Leyliyə nəsihəti gəlir, amma ara hissədən sizə qısa danışım. Ümumiyyətlə, bunların eşqi o qədər məşhur olur ki, artıq hər kəs Leyli və Məcnun, yəni Qeys ilə Leylinin eşqindən danışmağa başlayır. Bu xəbər yayılır hər tərəfə, gəlib Leylinin anasının da qulağına çatır. İndi bu da qədim ərəb qadınıdır da, fikirləşir ki, qızımın adı hallanır başqa yerlərdə, qızım hələ məktəbə gedir və s. Narahat olur və Leylini öz yanına çağırır. Başlayır Leyliyə nəsihət verməyə. Deyir ki, ey şux, yəni ey şux deyə müraciət edir, şux gözəl deməkdir. Bu dedikodular nədir? Niyə qeybətçilər sənin arxanca danışırlar? Niyə özünə ziyan edib adımızı batırırsan? Sonra məsələn deyir ki, bu sənin namusuna yaraşarmı? Və burada təməl məzmun nədən ibarət? Deyir ki, biraz ağır ol, hətta şərab misalını gətirir. Deyir ki, məsələn, şərab içilmək üçündür, amma çox içiləndə nə olur? Dodaqdan süzülüb ayağın altına düşür. Deyir ki, sən də özü yüngül aparma, cəmaatın ayağının altında qalma, biraz ağırlığın olsun, kimsə sənə meyl edəndə sən də onun dalınca qaçma. Yəni, bir ana nəsihətinin şahidi oluruq. Müəllif bunu çox professionalca burada ifadə edir. Bunları deyəndən sonra da, ona deyir ki, bundan sonra sənə məktəbə getmək olmaz. Hətta deyir ki, ibtidai bilikləri, təməl bilikləri məktəbə getməsinə qadağa qoyur və elə deyir ki, adın hamının dilində olsa da səni görmək qeyri-mümkün olsun. Yəni, evdən çölə də çıxma ki, heç kim səni görməsin ki, ad təmizlənsin. Sonra deyir ki, xoşbəxt o adamdır ki, qızlarını həmişə gizləyir, çünki qız övladları həmişə gizli olmalıdır. Bu müəllifin fikri deyil bu arada, bu Leylinin anasının fikridir. Sonra isə görək Leyli anasına nə cavab verir. Bunlar artıq əsərin orijinal hissəsindədir.
Yəni dərsdə olmayan, amma demin bizə təqdim elədiyi hissədir. Leyli anasına deyir ki, yəni bunları eşidir hamısını. Biz oxucu olaraq fikirləşirik ki, Leyli məsələn anasına qarşı çıxacaq, deyəcək, yox ana, mən Məcnunu çox sevirəm və s. amma elə deyil. Leyli anasına görə necə bir reaksiya verdi ki, Leyli anası məzəmmətli eşidəndə bildi ki, fələk başına oynayacaq. Yəni bildi ki, hər şey aydın olub. Özünü bilməməzliyə vurur. Yəni demir, ana mən beləyəm, mən çox sevirəm və s. Özünü bilməməzliyə vurur. Və deyir ki, anam, sən nə deyirsən? Sən elə söz danışırsan ki, mən onları anlamıram. Məşuqa, aşiq, eşq deyirsən, amma mən sadiq uşağam, mən heç onların mənasını belə bilmirəm. Eşq sözünü heç kimdən eşitməmişəm. Yəni, əməli başlı Leyli deyir ki, mən belə şeylərdən xəbərim yoxdur. Sonra anasına deyir ki, sən mənə də görməli, eşq nə olan şeydir? Sonra da deyir ki, mən ki, məsələn, məktəbə getməmi qadağan eləmişsən, mən məktəbə sən göndərmişdin, indi sən də deyirsən ki, getmə. Ondan sonra isə deyir ki, belə şeyləri mənə demə, yazığın gəlsin, məni dərdə salma. Anası da Leylin bu sözlərini eşidir, görür ki, həqiqətən də qızın heç nə xəbəri yoxdur, onu töhmət eləməkdən əl çəkir. Və Leylinin aşıq olmadığına inanmağa başlayır. Leyli isə bundan sonra məktəbə daha göndərilmir və evdə oturur, sadəcə olaraq ağlayır Məcnun üçün. Bunların arasında sərhəd qoyur. Yəni ilk maniyə anası tərəfindən olan maniədir ki, Leyli və Məcnun arasında bir sərhəd yaranır. Burada biz Leylidən bir qəzəlində şahid oluruq. Məsələn, qəzəldə deyir ki, fələk zülmünə məni canımdan ayırdı, əcəba mənim nalə və qanımdan cana gəlməzmi? Burada ilk olaraq bunu bilməliyik ki, ilk qəzəlimiz Leylinin dilindən deyilən bir qəzəldir. Sonra Məcnun dilindən də bir neçə qəzəl deyiləcək əsərimizdə. Bundan sonra isə Məcnunun Leyliyə səhrada rast gəlməsi hissəsi var. Artıq bilir ki, aralarına ayrılıb düşdükdən sonra Məcnun da Leyli üçün darıxır, Leyli də Məcnun üçün darıxır. Təbii ki, iki aşıqı ayrılıblar bir-birindən. Günlərin birində, yəni Novruz fəsli yaxınlaşırdı, çiçəklər açmışdı. Amma Məcnunun qətiyyən keyfi yoxdur, çünki Leylidən ayrıdır nəticə olaraq. Hər yerdə baharın tərəbəti duyulurdu. Məcnun da bir neçə dostu gəlib Məcnuna deyir ki, yəni görürlər pis gündədir, pis haldadır, günü gündən dəyəlir. Gəlib onun yanına deyirlər ki, ey başı bəlalı, gül fəslidir, yəni bahar açıb, hər yerdə gül çiçəkdir, bu qədər qəmli olma. Gəl bu fəsildə gəzməyə çıxaq. Bəlkə yarını da görərsən, öz sevgilivi də orada görərsən, ehtimal edirlər. Məcnun ayağa durdu, səhraya gəzməyə çıxdı. İndi səhra gəzməyə çıxanda da biri var, məsələn, dostlarla əylənsin deyib gülsün. Məcnun heç elə şeylər eləmir. Gah dərdini otlara açır, gah laləyə yalvarır, yəni başlayır təbiətlə danışmağa, onlarla dərdləşməyə, öz dərdini onlarla bölüşməyə başlayır. Və birdən təsadüfən bu yolu gedəndə yollar elə bir yerə düşür ki, görür ki, məsələn, Leylinin rəfiqələri də həmin yerdə dincəlirlər. Yəni, dincəlirlər, istirahət edirlər, laləlikdədirlər. Və çadır qurublar, həmin çadırın ətrafındadılar. Anidən Leyli ilə Məcnun üz-üzə gəldilər orada. Elə bir ki, müəllif burada bir bənzətmə edir ki, sanki dərd seli qəm dəryasına qovuşmuşdu. Yəni, ikisi də bir-birini çox sevir, bir-birinə ayrılıblar. İndi bir-birinin üz-üzə gəlirlər. Sanki dərd seli qəm dəryasına qovuşur. Yəni, iki dərdli üz-üzə gəlirlər. Sonra burada müəllif Leyli ilə Məcnun xüsusiyyətlərini verir. Leyli deyir ki, məclisi işıqlandıran şam, cənnət içində huri, gözəllik zirvəsində ay, bir də zamanəsinin yeganəsi. Məcnuna deyir ki, ziyar yandıran atəş, zülmət içində nur, eşq mülkündə şah, bir şəhərin əfsanəsi. Yəni, burada bilməli olduğu şey nədir? Zamanəsinin yeganəsi Leylidir, şəhərin əfsanəsi Məcnundur müəllifə görə, yəni tərif edir onları. Məcnun deyir ki, burada Leylini görən kimi indi maraqlıdır. Görə bir-birinə nə deyəcəklər, necə qarşılaşacaqlar, nə söhbət edəcəklər. Oxucu bunu ilk olaraq ağlına gətirir. Amma məsələ burasındadır. Bunlar görən kimi özünü itirirlər. Huşluğunu itirirlər. İlk olaraq Məcnun yerə yıxılır. Leyli də Məcnun belə görməyə, yəni yerdə görməyə davam gətirə bilmir, dözə bilmir. Özündən gedir. Leylinin rəfiqələri tez gəlib üzünə gül suyu səpirlər, onu ayıldırlar. Sonra da deyirlər ki, məsələn, ay üzlü, birdən atan eşidər bunu, filan fəsməkan, yad biri ilə eşqə düşmüsən, görüşmüsən filan, adın yenə yaylar, onu aparırlar orada. Onu aparandan sonra isə çadırları yığışdırıb gedirlər, bir müddət sonra Məcnun ayılır, özünə gəlir, artıq Leyli də yoxdur, gedib Leyli. Məcnun özünə gəlir və deyir ki, Məcnun gözündən axan qanlı yaş onu yatdı özdə. Yəni, çox maraqlı bir məqamdır. Məcnun yatıb elə bil ki, yəni özündən gedib də, huşsuzdur, gözündən qanlı yaş axır. O qədər o yaş axmağa başlayır ki, Məcnun uyanır. Uyanıb görür ki, Leylidən xəbər yoxdur, gedib
Başlayır, necə deyirlər, burada ifadə belə verib. Solğun bədənini sağ olsa da, canı sanki bədəndən getmişdi. Leylinin yoxluğunu qəbullana bilmədi. Geyimini yırtıb nalə çəkdi. Sonra qısa məzmun olaraq sizə deyim ki, dostlarına deyir ki, dostlarım, mən bundan sonra evə getməyəcəm. Atam sizdən məni soruşsa, deyin ki, zaman onun bəxtini qara elədi. Yəni, mən bundan sonra evə qayıtmayacağını, atasına deyir ki, yəni atasına deyin ki, atama deyin ki, məndən əlini üssün. Belə bir mesaj göndərir dostlarına. Deyir ki, amma sən bədbəxt oldun. Yəni, istəyirdin ki, mən dünyaya gəlim, oğlun olsun, sənə irs götürsün. Amma mən dünyaya gəlim, belə bir dərdə düşdüm, səni bədbəxt elədim. Daha ümidini özgə oğula bağla. Burada daha ümidini özgə oğula bağlanı kim başqa səhnədə kimə deyir? Uruzun əsir düşdüyü boyda Uruz Qazan deyir. Bunu da yadda saxlaya bir bənzətmədir. Deyir ki, mən istəyərək səndən ayrılmadım. Mən istədim ki, səni xoşbəxtliyə çatdırım, amma dərd imkan vermədi. Göz yaşları yolumu bağladı. Yəni, biz burada görürük ki, artıq atasına deyir ki, məndən əlini üzdü. Məzun özü də başa düşür ki, bundan sonra gedib normal insanlar kimi yaşaya bilməyəcək. Leylinin dərdi ona imkan vermir ki, insanların içində yaşasın. Davam elə indi 7-ci hissədən. Davamında biz bildik ki, artıq Məzun evdən getdi və Məzunun atası Leyliyə elçi getməsi və rədd cavabını alması hissəsi var. Burada biz nəyin şahidi oluruq? Məzun atası anladı ki, Məzunu evdə saxlamağın yeganə vasitəsi Leyli evləndirməkdir. Çünki başa düşür ki, əgər Leyli ilə qovuşmasa, uşaq əldən getmiş olacaq. Ona görə də başına böyük şəxsləri yığıb elçiliyə getdi. Leylinin atası bundan xəbər tutan kimi biz fikirləşir ki, Leylinin atası olacaq eşidər bu elçi gəlib, qızı verməz, bunları qapıya buraxmaz, amma elə deyil. Xəbər tutan kimi Leylinin atası böyükləri bir yerdə onları qarşılamaq çıxdı. Yəni, böyükləri yığdığı ətrafına çıxdı ki, onları qarşılasın. Xoş gəldiniz, gəlişiniz xeyirli olsun dedilər. Sonra Məzun atası başlayır Leylini istəməyə. Deyir ki, səndə mənim gövhərimə yaraşan ləlim var. Əgər qızı bizə versən, bizdən nə diləyirsən, dilə. Leylinin atası deyir ki, bilirəm ki, səninlə qohum olma mənə şərəfdir. Baxın, burada önəmli məqam budur ki, Leylinin atası da istəyir ki, qohum olsun, yəni şərəf hesab edir. Amma deyir ki, oğlum biraz qəribədir. Xalq ona Məcnun deyir. Yəni, Məcnunu biz Leyliyə, məsələn, müəllif deməyə də, məsələn, Məcnunu Qeys özü demir. Cəmaət ona Məcnun deyir. Mənim qızım niyə Məcnuna layiq olsun? Divlə pəri dost ola bilər. Əgər sən Məcnun xasiyyətini dəyişsən, əhd edirəm ki, Leyli onundur. Yəni, deyir ki, Məcnun ağıllansa, ağlı başına gəlsə, Leylini verəcəm Məcnuna. İndi atası da bunu eşidəndən sonra istəyir ki, Məcnuna şəfa versinlər. Gedib Məcnuna bunu deyirlər, sonra aparırlar Məcnunu Kəbə evinə ki, Kəbədə şəfa tapsın. Məcnun gedir Kəbəyə, diz üstə çökür, əlini qaldırır, Allahdan istəyir ki, Allahım, mənim Leyli olan dərdimi hesab sonlandırma daha da artır. Görürlər ki, alınmır da, yəni bu iş alınmır. Məcnun necə deyirlər, ağıllanmayacaq. Ondan sonra da Məcnun yenə gedir səhrada heyvanlarla yaşamağa. Və biz burada Nofəllə tanış oluruq əsərin 8-ci hissəsində. Nofəlin Məcnun söhbəti hissəsində, deməli, Nofəl kimdir? İlk olaraq buna fikir verək. Məşhur bir gənc idi, qılıncı ilə məşhur olmuşdu, ad qazanmışdı. Deməli, günlərin bir günü. Nofəl, özdə burada maraqlı bir məqam nədir dostlar? Burada bizdə müəllif deyir ki, Nofəl təkcə, məsələn, sərkərdə olmayıb, eyni zamanda eşq uğrunda çox şey yaşamışdı. Yəni, Nofəlin də bir eşq keçmişi olub. Yəni, bu, o cəhətdən bizim üçün müsbət xəbərdir ki, Nofəl Məcnunu anlaya bilər, onun dərdini başa düşə bilər. Və çətinliklərə dözmüşdü. Bir gün günlərin birində bir məclisə gəlir və məclisdə şeir oxuyurlar, Məcnunun qəzəlini oxuyurlar. Nofəl deyir ki, qəzəl kimindir? Deyirlər, Məcnundur. Deyir, o kimdir? Dedi, birə gedib meşədə yaşayan bir adamdır, heyvanlarla bir yerdə qalır filan. Bu, Nofəlin diqqətini çəkir. Nofəl də gedir ki, Məcnunu görsün. Gəlir, görür ki, ətrafında heyvanlar var. Məcnun da artıq təbiətdə yaşayır, yaxınlaşır Məcnuna. Heyvanlar görürlər ki, qoşun gəlir, Nofəlin qoşun gəlir, dağılışırlar. Nofəl gəlib Məcnuna deyir ki, ey xəstə, ona da xəstə deyə müraciət edir. Deyir ki, özü, bu hala niyə salmısan? İnsanlar qala-qala, niyə heyvanlarla vaxt keçirirsən? Heyvan səni necə anlayar? Gəl mənimlə dost ol. Sabah yarın sənin olacaq. Qızı istəsələr yük qızıl verərik, vuruşa ehtiyac olsa qan tökərik. Mənimlə dost olsan, bil ki, Leyli sənindir. Yəni, deyir ki, nə dərd edirsən? Gücümüz var, qoşunumuz var, pulumuz var. Qızıl istəsə qızıl verərik, döyüşərik falan, Leyli sənin olacaq, narahat olma.
Görək Məcnun buna necə reaksiya verir. Məcnun başlayır öz dərdini Nofələ danışmağa. Məcnun Nofələ deyir ki, ey zamanı yeganəsi, mənim üçün çox çalışdılar, amma alınmadı. Səndə lütf çox olsa, yəni səndə lütflü olsam belə, mənim bəxtim yoxdur. Anlayır ki, Məcnun bu dünyada Leyliyə qovuşa bilməyəcək. Qorxuram ki, bu işə başlayasam, mənim istədiyim kimi alınmaya, həm sevdiyim mənim olmaya, həm də dostlarım bu hərəkətə görə mənimlə düşmən olarlar. Sonra burada Məcnun bir qəzəl deyir. Bu qəzələ mütləq kitabda müraciət edin, qəzəlin xırdalıqlarına fikir verin. Burada deyir ki, kimdən ki vəfa istədim, ondan cəfa gördüm. Vəfasız dünyada kimi gördümsə, bir vəfa gördüm, yəni vəfasız gördüm. Və kimə dərdimi söyləyib dərmanı istədim, onu özümdən də betər bir dərdə düşmüş gördüm. Burada yəni demək istəyir ki, kim ki istədim, məsələn, dərdimə həll yolu qılsın, gördüm ki, o məndən də betər bir dərdə düşür. Yəni, sanki dünya Məcnun gələndən bu yana, onun taleyində elə yazılıb ki, Məcnun ancaq dərd çəkməlidir və Leyli ilə ayrı olmalıdır. Neysə, ondan sonra davam edirik. Qəzəldən sonra gəlir Nofəlin ikinci dəfə vuruşub qalib gəlməsi və əhdini pozması. Ya da saxlayaq. Nofəl gedir ki, Leylin qəbiləsi ilə vuruşub Leylini alsın. Burada 2 dənə döyüş baş verir. Birinci döyüşdə Nofəl uduzurlar. Nofəl də çox maraqlı olur bunun səbəbi ki, o hissə burada yoxdur. Gəlib Nofələ deyir ki, Nofəl, Məcnun təpəyə çıxıb. Sən vuruşursan Leylinin atasını, Məcnun da əlini qaldırıb, sən Məcnun üçün vuruşursan da bu qədər şey edirsən. Məcnun da əlini qaldırıb, Allahdan istəyir ki, Allahım, Leylinin ordusunu qalib elə. Nəysə, bitər o işi yoluna qoyurlar, sonra ikinci döyüş baş verir. İkinci döyüşdə bunlar qalib gəlir, Nofəl qalib gəlir. Nofəl qalib gələndən sonra gəlir ki, qızı götürüb aparsın. Leylinin atası başlayır Nofələ yalvarmağa. İndi atası da burada bir hiylə işlədir. Deyir ki, bu döyüş əgər Leyliyə görədirsə, Leyli sənin olsun. Amma bil ki, Leyli qəbilədən biri ilə nişanlıdır. Əgər bu sənin üçün problem deyilsə, yəni nişanlı olula apara bilərsən, amma heç kimə vermə, özün gör. Yəni özünlə onu evləndir, özün al. Namusumuz əzilməsin. Nofəl isə dedi ki, mən onsuz özüm üçün istəmirəm Leylini. Bir çarəsizə, yəni Məcnuna yardım eləmək istədim. Da bu işdə belə olursa, nişanlıdırsa, da bu iş alınmayacaq. Yol geri dönür Nofəl ki, Məcnun dediyi zaten buydu. Yenə də Nofəl də onun problemini həll edə bilmir. Daha sonra İbn Salam hissəsi gəlir. İbn Salam gəlir, Leyli ilə tanış olur və Leyli ilə İbn Salamı, Leylinin fikrini soruşmadan evləndirirlər. Bu xəbəri də gəlib Məcnuna verən Zeyd olur. Ümumiyyətlə, Zeyd kimdir? Zeyd də Məcnunun yaxın dostlarından biridir və bütün xəbərləri, yəni Leyli haqqında xəbərləri Məcnuna əsərimizdə Zeyd çatdırır. Və Zeydin Məcnuna oxşar cəhəti nədir? Zeyd də bir qızı sevir, adı Zeynəbdir. Eyni dərddədirlər bunlar, yəni ikisi qovuşa bilmirlər deyə eşq acısı çəkirlər, bir-birini anlayırlar. Və bir gün gəlib Zeyd Məcnuna deyir ki, Leyli evlənib artıq. Deyir ki, Məcnun artıq bəxti qaraldı və o qədər nalə ah çəkdi və ahın odu göylərə ucaldı. Sonrası götürür, şikayət dolu bir məktub Leyliyə yazır. Daha sonraki hissədə biz atasının Məcnunla qarşılaşması hissəsinin şahidi oluruq. Hər hissəyə diqqət edirək, bu hissələrdən isə test düşəcək. Atasının Məcnunu səhrada tapması və nəsihətlərlə yola gətirməkdə aciz qalması. Daha atası xeyli müddət keçirir, oğlunu əldən vermək istəmirdi. Atası üçün yeganə oğuldur, atası da bu irsini oğluna ötürməlidir, başlayır oğlunu axtarmağa. Yəni, xeyli müddət axtarır, artıq hətta o qədər axtarı tapa bilmir. Bir gündə yol səhrada gəzərkən, oğlunu axtararkən görür ki, uzaqdan bir işıq yanır. Elə bilir ki, Ərəb qəbiləsi orada yaşayır və onlar işıq yandırıblar. Gəlib görür ki, bu işıq Məcnunun başından uzalan axdır. Yəni, burada müəllif yenə də bir məcaz verir. Hədsiz dərəcədə mübaliğəli əsərdir bu arada bu əsər. Əsərin necə deyərlər, eşq simvoludur bu mübaliğələr. Ah, nalə də onun başından çıxır. Sonra qoca kişi oğlunu bu halda görəndə başır ağlamağa. Yaxınlaşır ki, oğlunun üzündən tozu silsin. Məcnunun üzündən tozu siləndə Məcnun gözünü açmağa başlayır və soruşur ki, sən kimsən, qarşıdakı şəxsin kim olduğunu soruşur. Məcnun atası istəyir ki, Məcnuna nəsihət versin. Sonra Məcnun bilir ki, atasıdır. Başlayır, deyir ki, atacan, nəsihətlərində haqlısan, nə deyirsənsə haqlısan. Bu, ən xoşuma gələn hissə buradır. Deyir ki, amma kaş, məsələn, sən hər şeydə haqlısan, amma kaş mənim səni eşitməm mümkün olaydı. Yəni, mənim geri dönməm mümkün deyil. Yəni, demək istəyir ki, bu qədər şey deyirsən, hamısı doğrudur, hamısında haqlısan, haqlılıq payın var. Amma mən elə bir vəziyyətdəyim ki, mən səni anlamıram hal-hazırda.
Məzlum bunları deməyə başlayır ki, bir də görür ki, atası Məzlunun qolundan, qolçağına, yəni köynəyin qoluna qan axmağa başlayır. Atası bunun səbəbini soruşur. Heyrətlənir buna. Məzlun atasına deyir ki, narahat olma, Leylinin qoluna iynə vururlar, onun izi məndə görünür. Biz iki bədəndə bir ruhuq. Atası bu halı görür və anlayır ki, artıq yəni bu işin düzəlməsi mümkün deyildi. Artıq bunlar necə deyərlər, məcazi anlamda bir ruhda olan insanlardır və oğlumu geri gətirmək mümkün deyil. Ümidsizcə evinə geri qayıdır. Daha sonra bizdə İbn Salamın vəfat etməsi hissəsi var. Ümumiyyətlə İbn Salam Leyli ilə Məcnun arasına girdiyi üçün həm Məcnun ahı, həm də Leylinin ah naləsi İbn Salama pis təsir edir. İbn Salam xəstələnib ölür. Və həmin dövrdə də ərəblərdə belə bir adət var idi ki, ərəblərdə ər öləndə arvad 1-2 il matəm tutarılmış, ah nalə edərmiş. Bu da təbii ki, Leyli üçün bir bəhanə olur, Məcnunu ağlasın. Və Leyli İbn Salamın ölümünü fürsət bilib, başlayır Məcnun üçün ağlamağa, dərdini rahat şəkildə ishar eləməyə. Normalda ağlaya bilmirdi, gizlədirdi. Çünki Leyli indiyə qədər, bu hissəyə qədər dərdini heç kimə danışmayıb. Dərdləşdi obyektlər kimlərdir? Şam, ay, pərvanə, dəvə. Yəni, belə ancaq bildiyimiz kimi insan olmayan varlıqlar. Və açıq da ağlaya bilmədiyi üçün indi şərait yaranır, başlayır açıq ağlamağa və bir neçə gün sonra ata evinə qayıdır. Orada da ağlamağa davam edir. Yenə də bu İbn Salam ölüm xəbərini Zeyd gəlir Məcnuna verir. Zeyd də fikirləşir ki, Məcnun sevinər ki, onun rəqibi öldü də. Məcnun isə bunları eşidər-eşitməz, yəni bu İbn Salamın ölüm xəbərini eşidər-eşitməz, başlayır ah nalə eləməyə, ağlamağa. Zeyd heyrətlənir, soruşur ki, dostum, yəni rəqibin ölüb sən niyə ağlayırsan? Məcnun da deyir ki, bax Məcnun cavabı da burada çox maraqlıdır. Deyir ki, ey vəfalı dostum, mən də eyni dərdi çəkirdim, İbn Salam da eyni dərdi çəkirdi. O da Leyliyə aşiq idi, mən də. O canını tapşırdı, sevdiyi uğrunda öldü, kamilləşdi. Yəni ki, o sevdiyi uğrunda öldü ən azından. Mən isə hələ də kamilləşməmişəm, yəni mən isə hələ də ölməmişəm, hələ də fəda olmamışam. Görün nəyi ilə müqayisə edir də indi. Deməli, ondan sonra isə Leylinin dəvə əsirinin asılması hissəsində günlərin bir günü Leyli dəvə üstündə karvanda yol gedir. Dərdi o qədər çox idi ki, başladı dəvə ilə dərdləşməyə. Dəvə ilə nəyi müqayisə edir? Dəvə deyir ki, nə qədər qadınlar səndə yol gedib, kefin necədir? Köksündəki köhnə dağ nədir? Biz bilirik ki, dəvənin üstündə təpə formasında belə nahiyələr olur, onurğa nahiyələri. Yolun aşiqlərin yoludur. Aşiq sənsə, mən də sənin dostunam. Mənim kimi sənin də cilovun öz əlində deyil, mənə kömək elə, Məcnun olan yerə götür. Baxın, özü ilə nəyi müqayisə edir? Deyir ki, mənim kimi sənin də cilovun öz əlindədir. Testə düşə bilər bu ki, cilov söhbətini görsəz, bilin ki, dəvə söhbətidir və burada Leyli özünü dəvə kimi ixtiyarının öz əlində olmaması ilə müqayisə edir, özünü dəvəyə bənzədir. Və ondan istəyir ki, onu Məcnun olan yerə götürsün. Birdən yol gedə-gedə özünü itirməyə başlayır və dəvə həqiqətən də aparır onu Məcnun olduğu səhraya və bunlar səhrada bir-biri ilə qarşılaşırlar. Və Məcnun artıq arıqlayıb, çöpə dönüb və Leyli yolu soruşmaq üçün ondan xəbər alır ki, yol hansı tərəfədir, tanımır təbii ki Məcnunu, çünki Məcnun çox arıqlamışdı, hədsiz dərəcədə pis günə düşmüşdü. Və ondan soruşur ki, kimsən sən? Leyli soruşur Məcnundan, Məcnun da deyir ki, mən Məcnunam. Leyli rişxəndlə ona deyir ki, özündən razı adam, qarışqa da özünə əjdaha deyə bilərmi? Məcnun ola bilməzsən. Yəni, Məcnuna da maraqlı gəlir ki, niyədir? Məcnun deyir ki, sən Məcnun necə biri olduğunu bilirsənmi, belə danışırsan? Leyli deyir ki, əlbəttə, mənim tanıdığım Məcnun pərisbət, yəni gözəldir, göysək bir oğlandır, özü də boyu da şaxdır. Sən isə tikan kimisən, arıq və zəifsən. Vəziyyətə baxın, nə indi? Məcnun Leyli üçün bu hala düşüb, Leyli də indi Məcnun tanımır. Məcnun ki, haqlısan, dünya eşq əhlini xar eləyir, rahatlıq gözəllərə yaraşır. Leyli amma yenə də inanmır da, nə olur olsa inanmır. Məcnun deyir ki, Məcnun şair ruhlu biri idi, incə zövqü var idi. Sən o sansa əgər keçmişdən danış biraz. Yəni deyir ki, xatirələrdən danış, keçmişdən biraz danış ki, mən inanmıyorum ki, sən həqiqətən də Məcnunsan. Sonra Məcnun burada başlayır öz halını Leyliyə bildirməyə. Xatirələrdən danışır, öz dərdini danışır. Deyir ki, bax var, Leyli adı bir gözəl sevirdi, məktəbdə ona vurulmuşdum və s. Sonra onu İbn Salama verdilər. Gah ümidimi Zeydə dişdim, gah xoş sözlərə inandım. Bütün ümidim puç oldu. Leyli həqiqətən də görür ki, Məcnundur bu. Zaten digər hissədə Leylinin Məcnun tanınması hissəsidir.
Elə ki bu sözləri sonra Leyli Məcnun tanıdı, gözündən yaş axmağa başladı, ağladı. Onu tanıya bilmədiyi üçün də üzrxahlıq elədi. Dedi ki, özündən xəbərsiz biri özgəni necə tanısın? Yəni mən özümdən xəbərsiz biriyəm, mən səni necə tanıyım? Bu anın xəyal yoxsa gerçək olduğunu inana bilmədi. Yəni Leyli artıq görür ki, həqiqətən Məcnun qarşısındadır. Hələ də dəqiqləşdirə bilmir ki, bu xəyaldır yoxsa gerçəkdir. Fikirləşir ki, artıq qovuşublar da, bitib bütün intizar, həsrət. Amma yenə də məsələ elə deyil. Biz yenə də Məcnunun qəribə hərəkətlərinə rastlaşacağıq burada. Məcnunun Leyliyə etinasızlığı və saflığını sübut etməsi. Məcnun ki, Leylinin bu halını gördü, dedi ki, ey pərim, bu çörsöbü od vurma. Mənim yandırıb məhv etmək üçün xəyalım da bəsdir. Sənə qovuşmağa taqətim, gücüm yoxdur. Ümumiyyətlə, qısa məzmun istəyəlim bura hissəni. Məcnun Leyliyə deyir ki, mən sənin xəyalını, xəyalın hal-hazırda mənim beynimdədir, zehnimdədir, o belə məni artıq əridib çöpə döndərib də. O qədər səni sevirəm ki, sənə qovuşsam mən məhv olacam. O necə bir şey? Təsəvvür ki, bir şarı belə şişirdirsiniz. Birdən-birə yəni şar partlamağa hazırdır. Məcnun vəziyyəti odur, partlamağa hazırdır, ölümə yaxındır. Birdən-birə bir ox dəyir, bir iynə dəyir, şarı anidən partlada bilər də. İndi ya da ki, belə təsvir edim sizə, bir şarın içindən yel vuranda çox vursaz nə olacaq? Şar partlayacaq. Məcnunun daxilində Leylinin xəyalı var. Deyir ki, sənin özün mənə qovuşsan, sənin eşqin o qədər mənim üçün şiddətli olar ki, bu şiddət məni həlak edəcək. İkinci səbəb olaraq da deyir ki, mənim adım cəmiyyətdə yayılıb, dildən dilə düşüb. Amma sənin hələ ki namusun pakdır və sən bunu eləsən, mənə qovuşsan burada, sənin adın da dillərdən dilə düşəcək. İstəmirəm sənin adın ləkələnsin, namusu ləkədən qoru, evə get deyir. İndi burada maraqlı məqam nədir? Görə Leyli necə reaksiya verir? Leyli burada yenə də anasının etdiyi davranışı edir, özünü hisslərini tam ifadə edə bilmir. Leyli Məcnun davranışını bəyəndi, ona dedi ki, səni sınıyırdım bu hərəkətlərini. Həqiqətən də eşqdə hilə yox imiş, məni şəhvəti üçün istəsəydin, o zaman bədənimi istəyərdin. Amma sən nə gözəl insan imişsən, mən özümdən xəbərsiz imişəm, məni özümə qaytar. Yəni, sən mənim sırf bədənimə görə istəmirsən, həqiqətən də məni sevən, həqiqi aşıq imişsən. Amma nə qədər bunu desə də daxilən Məcnuna qovuşa bilmədiyi üçün çox üzülürdü. Bundan sonra isə Leyli qayıdır evə. Necə deyərlər, insanı ümid həyatda yaşadar və ümid olmasa, artıq insan üçün hər şeyin sonu deməkdir. Leyli də evə qayıdandan sonra artıq anlayır ki, Məcnuna qovuşum mümkün deyil, Allahdan istəyir ki, onu öldürsün. Bir müddət sonra duası qəbul olur, xəstələnir, gündən-günə əriməyə başlayır, ölüm nişanələri görünür onda. Anasının yanına çağırıb anasına vəsiyyət eləməyə başlayır. Artıq anasına hər şeyi etiraf edir burada. Deyir ki, Məcnunun eşqindən başqa dərdim yox idi, həqiqətən mən Məcnunu sevirdim, o da məndən də betər idi. Qeys idi adı, ona Məcnun deməyə başladılar və deyir ki, ana, o çox gözəl insandır. Mən öləndən sonra yolun birdən səhralara düşsə, Məcnunla rastlaşsan, ona de ki, Leyli öz əhdindən sadiq çıxdı, sözünü tutdu, yəni öldü artıq və o dünyada onu gözləyəcəm. Leyli bunları deyəndən sonra gözlərini yumur. Sizcə bu xəbəri də kim gəlib Məcnuna verəcək? Yenə təbii ki, Zeyd həm qara xəbər insandır, həm də ki, şad xəbərlər gətirir. Zeyd bu xəbəri aldı, gəldi Məcnuna dedi bunu. Elə bir ki, dünya Məcnunun başına yıxıldı. Elə bir ah-nalə çəkdi ki, az qala Leyli qəbirdən oyansın. Sonra Zeydlə bərabər qəbrə tərəf gəlir. Necə ki, orada Leylinin məzarını görür, yıxılıb məzarı bucaqlayır və Leyli ağlaya-ağlaya deyir ki, ey ay üzdüm, bu yolda yoldaşım idin, niyə məni tək qoyub getdin? Və Allahdan da qəbir üstə ölüm istəyir orada. Allah da onun da duasını qəbul edir. Məcnun Leyli deyə qəbir üstə dünyasını dəyişir. İnsanlar bunların ətrafına yığışırlar və elə Məcnun da Leylinin qəbrində bir yerdə onları dəfn edirlər və əsər burada bitir. Həqiqətən də çox kədərli bir əsərdir. Hətta davamında, məsələn, burada Zeyd yatır, onları yuxuda görür. Görür ki, o dünyada bir yerdə xoşbəxtdirlər. Burada təməl olaraq problemlər nələrdir? Qadın azadlığı məsələsi var. Məsələn, Leylinin hüquqları hədsiz dərəcədə məhdud edir. Hətta sırf birini sevdiyi üçün təhsil ona qadağan olunur, çölə çıxmaq ona qadağan olunur. Hətta dərdini belə insanlara danışa bilmir, gedir şama, aya, pərvanəyə danışır, dəvəyə danışır. Məcnun Leyliyə nisbətən biraz açıq sözlüdür. Öz fikrini rahat ifadə edə bilir, hərəkətlərində sərbəstdir, amma Leyli daha məhduddur. İndi izləyici olaraq siz özünüz qərar verə bilərsiniz ki, hansı daha çox acı çəkir. Axırda da Leyli belə canını tapşırır, Məcnun da belə canını tapşırır. Qısa olaraq yenə də deyirəm, bu testdə düşən məqamlar sırf bunlar olacaq. Siz diqqətlə bunları oxumalısınız, elə buradakı görüntüləri də yaxınlaşdırıb özünüz də oxuya bilərsiniz. İmtahana yaxşı hazırlaşmaq lazımdır bunlara görə, çünki Leyli Məcnundan suallar çox maraqlı suallar düşür. Burada
mənfi obrazımız demək olar ki, yoxdur. Bax, məsələn, burada Leylinin atasıdır, Məcnunun atasıdır, anasıdır, Leylinin, İbn Salam, bunlar mənfi obraz deyil. Bunlar sadəcə olaraq zamanənin tələb etdiyi mental dəyərləri qəbul etmiş obrazlardır. Onlar da mənfi obraz götürmürük. Əsərin forma xüsusiyyəti olaraq, yenə deyirəm, poema janrındadır, məsnəvi formasına qafiyələnib və əruz vəzni Həcəz bəhrindədir. Belə, əziz izləyicilər, ümid edirəm ki, sizə faydası dəyər. Növbəti, əgər videolar görmək istəyirsinizsə, kanala abunə olmağı yaddan çıxarmayın. Özünüzə yaxşı baxın, çox çalışın, çox oxuyun. Çünki yalnız çox mübarizə aparan insanlar hədəfə çatar. Hələlik.